Dərs oxuyarkən beynin ən çox sevdiyi şey nədir? Bunu öz evlatlarınıza göndərin. Birinci keyfiyyətli yuxudur. Çünki yuxu vaxtı beyin öyrəndiyi məlumatları emal eləyir, möhkəmləndirir və uzun müddətli yaddaşa yazmağa dəstək olur. İkinci fokuslanmış diqqətdir. Yəni bir anda 5G yox, 1G. Telefon əlinizdə, fonda video açıq, bir tərəfdən mesaj, bir tərəfdən dərs, bu vəziyyətdə beyin məlumatları dərin emal eləyə bilməyəcək. Üçüncüsü isə təkrarı aralı etməkdir. Yəni hər şeyi bir günə yığmamaq. Elmdə buna sparking effekt deyilir. Bir mövzunu bir dəfə 4 saat oxumaqdansa, onu fərqli vaxtlarda qayıdıb təkrar etmək uzun müddətli yaddaş üçün daha faydalıdır. Yəni beynin ən çox sevdiyi 3 şey bunlardır. Yuxu, fokus, ara verməklə təkrar eləmək. Bir də əziz valideynlər, sizə bir məsləhətim var. Evladınız dərsi oxuyursa, yadında qalmırsa, imtahana hazırlaşırsa, bax problem çox vaxt zəka yox, rejim olur. Əgər uşaqlarınız dərs oxuyanda tez yorulursa, diqqət tez dağılırsa, imtahan həyəcanı yaşayır və yuxu rejimi pozulursa, əlavə dəstək kimi sizə bir qida əlavəsi tövsiyə eləyəcəm. Qabafoz. Qabafoz dərman deyil, qida əlavəsidir. Tərkibində olan təbii maddələr diqqəti və öyrənməni gücləndirməyə, yuxunu normallaşdırmağa, stresi azaltmağa və imtahan həyəcanını yüngülləşdirməyə kömək eləyir. Ümumi yaddaş problemlərindən əziyyət çəkənlər üçün də yaxşı seçim sayılır, amma xüsusilə imtahana hazırlaşanlar üçün faydalı dəstəkdir. Sinir sistemini sakitləşdirməyə, asıllıq yaratmadan orqanizmi normal iş rejiminə qaytarmağa dəstək olur. 12 yaşından yuxarılar gündə 1 tablet, 18 yaşından yuxarılar isə 2 tablet qəbul edə bilərlər. İtaliya istehsalıdır və əksər apteklərdən əldə etmək mümkündür. İzlədiyiniz üçün təşəkkürlər. Videomuzu bəyənməyi unutmayın.